Milli Hidrometeorologiya Xidmətindən aldığımız məlumata əsasən bugün Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gecə və səhər saatlarında bəzi yerlərdə zəif olsa da dumanlı hava şəraiti olacaq. Biraz əvvəl qeyd elədiyimiz kimi avtomobil magistral yollarında da görünüş məsafəsi 300-800 metrə qədər məhdudlaşacaq. Bunu nəzərdə saxlamaqda fayda var. Eyni zamanda cənub-qərb küləyi əsəcək. Xüsusi yağmurlu, yağışlı bir gün gözlənilmir. Cənub-qərb küləyi gün ərzində 5-10 metr saniyə sürətlə əsməyə başlayacaq, amma gündüz saatlarından etibarən bəzi yerlərdə 15-17 metr saniyə güclə və sürətlə hərəkət eləyəcək. Havanın temperaturu 20 dərəcəyə qədər isti olacaq, lakin günün ikinci yarısına etibarən 10-14 dərəcəyə qədər enəcək. Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 80-85% gecə, gündüz isə 70-75% olacaq. Naxçıvan şəhəri, Culfa, Ordubad, Şahbuz, Sədərək, Şərurda isə bugün hava müəyyən qədər sakit şəkildə özünü göstərəcək və yağmursuz, yağışsız bir hava şəraiti olacaq, ara bir duman olacaq. Qərb küləyi əsəcək 5-10 metr saniyə sürətlə, havanın temperaturu 18 dərəcəyə qədər isti olacaq. Gecə saatlarında isə 2-3 dərəcəyə qədər şaxtalı hava şəraiti bizi gözləyir. Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Füzuli, Daşkəsən, Gədəbəy və Göl-Göl rayonlarında isə bugün hava yağışsız olacaq, yağmursuz olacaq, əsasən dəyişkən buludlu olacaq. Qərb küləyi əsəcək 5-10 metr saniyə sürətlə, gecə saatlarında xüsusilə dağlıq ərazilərdə şaxtalı hava özünü göstərəcək, amma ümumilikdə gün ərzində havanın temperaturu 20 dərəcəyə qədər isti olacaq. Cəbrayıl, Kəlbəcər, Qubadlı, Zəngilan, Laçın ərazisində də bugün sakit bir hava şəraiti bizi gözləyir. Ara bir duman olacaq. Qərb küləyi əsəcək 5-10 metr saniyə sürətlə, gecə saatlarında yenə dağlıq ərazilərə daxil olmaqla şaxtalı hava şəraiti olsa da, gündüz 19 dərəcəyə qədər isti hava şəraiti bizi gözləyir. Qərb ərazisində də bugün qərb küləyi əsəcək 5-10 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. Əsasən yağmursuz, dəyişkən buludlu hava şəraiti bizi gözləyir. Gün ərzində havanın temperaturu 20 dərəcəyə qədər isti olacaq. Günün ikinci yarısından etibarən isə temperatur getdikcə aşağı enəcək. Şimal bölgəsinə keçid alırıq. Şimal bölgəsində bugün əsasən yağmursuz hava şəraiti bizi gözləyir. Zəif duman olacaq gecə və səhər saatlarında bəzi yerlərdə. Ümumilikdə xüsusi leysanlı çiskinli yağışlar gözlənilmir. Sadəcə olaraq günün müəyyən hissələrində qərb küləyi əsəcək və bu qərb küləyi 5-10 metr saniyə sürətlə və güclə başlasa da müəyyən vaxtlarda günün ikinci yarısına etibarən 15-17 metr saniyəyə qədər güclənə bilər. Əsasən də özünü 15 metr saniyə sürətlə daha çox göstərəcək. Havanın temperaturu ümumilikdə 20 dərəcə, dağlıq ərazilərdə isə 17 dərəcəyə qədər isti göstərir. Günün ikinci yarısından etibarən həm ümumi bölgə ərazisində, həm də dağlıq ərazisində temperatur getdikcə aşağı enəcək. Mərkəzi Aran bölgəsi də bugün sakit hava şəraiti ilə gününü keçirəcək, amma ümumilikdə gecə və səhər saatlarında biraz əvvəl qeyd elədiyimiz kimi xüsusilə də duman bu ərazilərdə özünü daha çox göstərəcək. Hətta bəzi yerlərdə səhər və gecə saatlarında çiskinli hava şəraiti də özünü göstərəcək. Qərb küləyi əsəcək 5-10 metr saniyə sürətlə və güclü hərəkət eləyəcək. Günün ikinci yarısından etibarən, hətta günorta saatlarından etibarən 17 metr saniyəyə güclə və sürətlə hərəkəti gözlənilir. Havanın temperaturu 19-20 dərəcəyə qədər isti olacaq. Günün ikinci yarısından etibarən isə getdikcə aşağı enəcək. Son olaraq isə cənub bölgəsinə keçid alırıq. Cənub bölgəsində bugün şimal-şərq küləyi əsəcək. 5-10 metr saniyə sürətlə hərəkət eləyəcək. Günün müəyyən hissələrində bəzən bu sürət və güc arta bilər, amma ümumilikdə gedişat bu yöndədir. Əsasən yağmursuz hava şəraiti olacaq, dəyişkən buludlu olacaq, ara bir zəif duman olacaq. Havanın temperaturu 20 dərəcəyə qədər isti olacaq. Dağlıq ərazilərdə isə 17 dərəcəyə qədər isti olacaq. Günün ikinci yarısından etibarən isə havanın temperaturu getdikcə aşağı enəcək. Belə, bugünə və bu tarixə olan əsas hava haqqında məlumatlar bunlar idi. Hər mənada həm ab-havanız xoş olsun, həm də gününüz xoş keçsin, amma yenə də həm fəslin, həm də havanın gedişatını nəzərə almaqda fayda var. Əsasən də xüsusilə bir daha bunu qeyd edirik. Bugün üçün avtomobil idarə edərkən bu nüansı nəzərə alsaz çox yaxşı olar. İndi isə biz sizlə hələlik deyirik, qısa araya keçid alırıq, sonra isə proqramımız davam edəcək.